Bakıda gedib 15 manat hamamlara verib girməyinizə ehtiyac yoxdur. Burada gəlib 41 dərəcə suda pulsuz oturub istirahət edə bilərsiniz. Bura İlsuda birbaşa dağdan qaynar su tökülən hamamdır. Uludağ otelin yanından vaza minib 40 dəqiqə yol getdik. CB sirmişik GTA-dakı kimi. Bu dəqiqə üzürük. Vaza bizi aparıb gətirmək üçün 80 manat verdik. Bagajda 2 oturacaq olmaqla sürücüdən əlavə 6 nəfər yerləşir. Sadəcə bagajdakilərin yüngül dalda. Deməli, burada belə bir şəlaləmiz var. Bu şəlalə qaynar şəlalə deyil, normal şəlalədir. Bu şəlalənin adını soruşduq və bizə dedilər ki, su tökülən yerdir, çox yaradıcı. Yerli cəmaət burada belə evciklər tikib kim istəyirsə gəlib ödənişsiz qala bilir. Bura maşının gələ biləcəyi son yerdir. Buradan da hələ 20 dəqiqə piyada yol gedəcəyik. Bu qaşlar da 2 günlük qalmağa gəlmişlər. Bunlar da bizim millət. Salam əleykum. Yolu soruşduq, itürən tərəfə yox, su gələn tərəfə gedin dedilər. Təbiətin qoynunda fotosessiya edib yolumuza davam elədik. Yüngül hiking təcrübəsi olan biri rahatlıqla bu yolu gedə bilər. Vəhşi təbiətdə deyilsiz, insanların hər gün gedib gəldikləri turistik bir yerdə belə körpülər də var. Day nə istəyirsiniz? Yolla bağlı tək problem mart ayı olmağına baxmayaraq əriməmiş qarlı belə bir keçidin olmağı idi. Alış Spider-Man! Baxma! Baxma! Bu qapıdan böyük hamama gedirik. Bu qapıdan da kiçik hamama. Və sağollaşırıq. Sağ ol, tamam.